Yenə açılışı eləyə bilmədilər. Həmişəki kimi. Zosi. Bizim açılışları mən çox sevirəm Zosi. Heç açılış deyil də. Onu sevirəm də. Məsələn, bir var ki, 2 nəfər oturur, belə deyir. Hər vaxtınız xeyir. Belə də belə official bir giriş eləyir. Mən də onu bəyənmirəm. Mən belə xoşlayıram ki, direkt mövzuya keç. Amma mövzu yoxdur. Sorun oradadır. Problem ondadır ki, bizim heç mövzumuz yoxdur. Yox, taparıq. Var. Danışdıqca açılacaq mövzular. Onsuz da həmişə belə olur. Biz nəysə beynimizdə 2 dənə mövzu qoyuruq. Gəlirik hər şey haqqında danışırıq o 2 mövzudan başqa. Bu gün də o günlərdən biri olacaq əminəm. Axırıncı epizodda danışdığımız kimi də bir dənə biz əslində şey oxuyuruq orada bir hekayə ki, oradan getdik çıxdıq universitet illərinə. Hekayə qaldı qıraqda. Onların istoriyasına heç bir heç bir məsləhətimiz olmadan ya da fikir bildirmədən. Bu hamısı bilirsən nədən irəli gəlir? Nədən? Fokus əksikliyindən irəli gəlir. Mən bundan çox pis əziyyət çəkirəm. Mənim fokusumun dağılmasına, yəni ki, çox mizer bir şey təsir eləyə bilər də. Baxarsan ki, yəni bu dəqiqə baxıram orada çox yekə stəkanım var. Çaynikin yanında. Beynim ona getdi ki, çaynik boyda stəkanım var mənim. Amma eyni zamanda da məncə podkast üçün bu əla bir skill kimidir də, yəni talant kimidir ki, mövzudan mövzuya keçə bilirik. Yoxsa eyni mövzuda düzdür. ilişib qalardı. Yox, mən də onu tərcih edirəm, amma indi başa düşürəm bizə yazırsınız ki, o sizin suallarınız əsasında fikir bildirək və biz də fikir bildirməyə başlayırıq. Sonra da fokusumuz dağılır başqa yerlərə. Sizin mövzu qalır qıraqda. Çalışacağıq ona daha çox diqqət eləyək ən azından ki, fikri tamamilə bildirək. Bu həftənin kommentini də bura yapışdıracağıq. Hələ seçməmişik. Çünki təzə çıxıb o epizod, amma bu həftənin sonuna kimi onu bura yapışdıracağıq ki, bu həftə bizi güldürən ya da bizi maraq oyadan və sevdiyimiz sizdən gələn şər o oldu. Ona görə də gələn epizodlarda da ən maraqlı şərləri həmişə burada xoşumuza gələn, yəni maraqlı olmaq şey də yoxdur. Yəni gülməli ola bilər və yaxud nə bilim məlumat verici ola bilər. Sizinlə bağlı ola bilər, çox şəxsi ola bilər. Hər şey bizə maraqlıdır. Hər şey maraqlıdır. Bizə hər şey maraqlıdır. Bugün nə var ağlında Zosi? Bu günlərim, biz dünənlərim Zosi ilə bərabər coffee shopda işləyirdik və niyəsə arada belə öz aramızda söhbət eləyəndə başladıq pul qazanmaqdan danışmağa. Bizim ən sevdiyimiz mövzulardan biri və bunun üstündə belə bir fikirləşməyə başladıq ki, görürsən pul qazanmaq ən çox nədən asılıdır? İnsanın daha çox ağıllı olmağından mı asılıdır, daha çox bacarıqlı olmağından mı asılıdır, yoxsa bu sadəcə nə bilim bəxt gətirir, düzgün zamanda, düzgün yerdə olur, insan ondan mı asılıdır? Deyirəm ki, bundan başlayaq danışmağa. Əslində biz o mövzuya necə gəldik? Pelevinin biz indi bir kitabını oxuyuruq. Generation P. Oradadır, sən göstər. Bu belə bir kitabdır. Sizə də maraqlı olsa, Pelevin sevən varsa ya da çox gözəldir dili. Müasir Rus ədəbiyyatından bir şey oxumaq istəyirsinizsə, Pelevini məsləhət görürük. Orada belə bir dənə cümlə xoşuma gəlmişdi. Onun notlarımı almışdım. Elə onu dünən Zosiyə göstərirdim ki, deyir ki, əgər sən ağıllı olduğunu iddia edirsənsə, mənə puluvu göstər. Yəni mən o cümlə çox belə mənə vurucu gəldi və çox ağıllı bir fikir kimi gəldi ki, düz deyir də, yəni ki, sən okey, başa düşürəm ki, yəni hər şey pul deyil ya da ki, hər Zosi demiş, hər pul qazanan da super ağıllı mıdır, deyilmi? İntellektual deyil deyə bilərik. İndi ağılını onun ölçmək bizə düşməz. Hər insan fərqli şeylərdə ağlını göstərə bilər. Amma mən biraz o kontroversiyanın içində qalmışam. Çünki həyat təcrübəm göstəribdi ki, yəni qarşıma çıxan insanlar, Azərbaycanda belə insanlar çox görmüşəm ki, sadəcə doğrudan da düzgün taymingdə olduqları üçün, düzgün yerdə, düzgün zamanda olduqları üçün və o fürsəti dəyərləndirdikləri üçün burada yəni onların ancaq bəxti gətirdi deyib keçmək istəmirəm. Həqiqətən də o fürsəti dəyərləndirə biləcək kapasite var, etməyən var. Ona görə ona o krediti verirəm. Amma baxırsan ki, yəni o qədər də yəni o ağıla sahib deyil də. Başa düşdün, amma o düzgün zamanda, düzgün yerdə olub və o fürsəti dəyərləndirib. İşte o ağıldırmı?
O yəqin ki, fərasətdir. Fərasətdir. Yəni fərasətli insan deyə bir şey var. Bunu biz inkar edə bilmərik ki, bəzi insanlar sadəcə girişkən, digər insanlara görə daha fərasətlidir, daha belə yolunu tapandır və belə bir də ayılırsan ki, yəni sən orada oturdun, oxudun, elədin, nəsə araşdırdın, o adam getdi və bunu elədi. Yəni o adamların da mən əslində çox belə hörmət edirəm, yəni ki, o da bir bacarıqdır yəqin ki. 100%. Bir də mənə elə gəlir ki, orada o personality-də girir işin içinə. Mənə elə gəlir daha çox riskə gedən insanlar, o qorxmayan insanlar, daha çox cəsarətli olan insanlar, onu da mən ağla bağlamıram. O da oradan da bir personality göstəricisidir. Onların elə bil uğura çatmaq ehtimalları gözümdə daha yüksəkdir. Çünki çəkinmirlər də bütün fürsətləri dəyənənir. Ağıllı insan oturur, onun ağıllı, rasional götür-qoylarını eləyir. Bəzən də o onu geriyə çəkə bilər. Amma insan da var ki, belə gedir. Ya əslində belə başa düşürəm ki, ağıl konsepti özü bir neçə dənə fərqli şeyin birləşməsidir. Yəni biz bir dəfə də Zosi ilə bu haqqda danışırdıq ki, səncə ağıllı insan dünyaya ağıllı gəlir insan yoxsa bu maraqlı bir debat mövzusudur. Əgər sizin də fikriniz varsa, sizcə mən məsələn daha çox onu düşünən insanam ki, это всё гены. Zosinin bir dənə tote bag-i var. Orada krokodil genanın şəkilləridir, üstündə də yazılıb это всё гены. Hə, yəni ona mən artıq inanıram ki, genetik gələn bir şeydir ağıl və yaxud fərasət və yaxud başqa bir şeylər. Nəinki qıraqdan gələn. Amma Zosi deyir ki, mən daha çox ağlın sonradan əldə olunan bir şey olduğunu düşünürəm. Mən bunun ümumiyyətlə 50-50 kontributuna inanıram və ona çox inanıram ki, iki eyni gendən gələn insan fərqli ortamlarda böyüyürsə və fərqli şeylərə məruz qalırsa, məruz qalmaq çox neqativ sözdür. Yəni fərqli eksperiyenslər yaşayırsa, hansısa məsəl üçün daha düzəltdi ingiliscə dedi. Nə dedim? Experiencelər. Fərqli təcrübələrlə və həyat məktəbi. Aysel, street smart deyən bir şey var. Mən ona inanıram ki, o street smart insanlar daha çox, yəni uğura nail olmaq ehtimalları mənim gözümdə daha çoxdur və mən bizi də street smart sayıram. Niyə elə sayıram? Çünki biz də məsələn küçələrdə, Amerikan küçələrində böyüdük. Başa düşürsən nə demək istəyirəm? Mən özümü street smart sayıram. Məncə sən çox street smartsan. Mən book smartam. Sən həm book smartsan, həm də street smart. Mən nəymişim dostlar? Gözəllik desəm mən də hər epizod eqama biliman tutur eləyirəm. Unutmarıq. Yəni heç Karalevamızı, karifeyimizi. Məncə səndə ikisi də var da. Mən heç smirt. Kakule də içməmişik. Dilimiz niyə yenə The green is grasser. The green is grasser arkadaşlar. Bundan əvvəlki epizodda onu The grass is greener deməkdən The green is grasser demişəm. Mən də onu belə inanıram. Hə, düzdür, Zosi. The green is grasser. Heç kimdə fərqinə varmayım. Edit eləmişəm, fərqinə vardım ki, edit eləyəndə səhv demişəm. Axotum olmadı oraya yazmağa ki, burada bunu səhv demişəm. Dedim, əşi kimdir fikir verən? Amma fikir verən tapıldı. O günləri qaydaq istəyir. O günlərimə getmə. Gəl bu mövzunu heç olmasa bağlayaq. Sonra o günləri, o biri günlər, başqa günlər, başqa həyatlar. Buna uyğun prosta Zima ilə gəzirəm. İt keçir. Nəysə, it gəzdirməkdən başladım. Qayıtdım, dedim, walk dogging. Dog walking. Bu nədir belə? Məndə bu çox olurmuş. Məsələn, yadımdan düşür, yadındadır. Yadımdan. Heç normal deyil. Nəysə, mövzudan kənara çıxmamağa çalışacağam. Genetika mövzusunda Zosi, mən biraz orada fikrə getdim sən onu deyəndə ki, 2 nəfər eyni. Amma 2 nəfər eyni ailədən gəlirsə, o mütləq məncə deyil ki, onların ikisində də ikisi də eyni geni daşımır. İkisində də eyni aktivləşən kod eynidir, olmaya bilər. Bir də yəni ağıllı, yəni ki, məsələn, maraq hissi, deyəsən Einstein'in o sözüdür də, yadıma gəlmir ki, yəni mən super ağıllı deyiləm, mən sadəcə çox любопытный da, yəni maraqları çox olan. Bizdə Azərbaycan dilində любопытный sözü məncə yoxdur. Yəni meraklı. Curious-dir ingilis dilində. Curious, meraklı, любопытный da, yəni çox maraqlı olan, fikir, bilmirəm necə deyim bunu Azərbaycan dilində. Dilimizi düzəldin, hə. Nəysə, o da məsələn ağıllılıq, yəni ki, sən oturub mən ağıllıyam demirsən ki, sən otursan deyirsən, görəsən bu necə işləyir? O sualı vermək, o
curiosity dediyimiz şey. Mən yəqin ki, fikrimi düzgün formalaşdırmadım. Mən məsələn nəyi nəzərdə tuturam? O deyəndə ki 50-50 belə işdir mənim beynimdə. Çünki məsələn insan var ki, məsələn tez yaşda başlayır işləməyə, tez yaşda gedir tək yaşayır, tez yaşda başlayır fərqli insanların əhatəsində olmağa, fərqli insanların nə bilim həbitlərini görməyə. Onun üçün mən düşünürəm ki, məsələn o exposure-a məruz qalan məruz qalan epizodun ağlına gəlir. Bugün də bir dəfə şey idi, допустим idi. Keçən də bu idi. Bu dəfə məruz qalırıq dostlar. Bu epizodun ağına qədər məruz qalacaqsınız. Məruz qalan insan daha street smart olur və daha bacarıqlı olur və daha bir çox işə can atmaq üçün risk atan olur. Çünki insan nə qədər çox experience eləyirsə həyatında, yəni nə qədər çox şey experience eləyirsə həyatında, bu travmatik experience-lardan danışmıram da. Məsələn, gənc yaşda gedib tək yaşamaq falan bunları deyirəm. Məsələn, ailə içindən çıxırsan və fərqli society-lərdə bir də gördüm, fərqli society-lərin bir parçasısan. Hamısı məsələn daha bacarıqlı olura inanmıram mən. Hamısı yox, hə, onu mən də 100% qatıla bilmərəm. 100%lıq heç nə deyə bilmərik. Təbii ki, istisnalar hər yerdə var. Amma məncə böyük əksəriyyət insanlar ondan daha çox faydalanır. Yəni personality-lərinə daha çox faydalanırlar ondan. Belə bir şey var sosiologiyada, cultural background deyirlər ona. Azərbaycan dilində bilmirəm, tapıb yazacağam mütləq. Bourdieu'nun bir teoriyasıdır. Onu universitet illərindən çox yaxşı xatırlayıram ki, belə bir bizə şey vermişdilər, topik vermişdilər ki, məsələn, təsəvvür elə ki, bir sinifdir hüquq fakültəsində. Orada var 10 nəfər məsələn əlaçı, hamısı yaxşı oxuyandır. Sadəcə onlardan 3-ü elə ailədən gəlir ki, onların anası, atası da advokatdır və yaxud hüquqşünası və yaxud prokurordur. Yəni cultural background-la gəlir artıq o sinifə. O deyir, o uşaqlar həmin o universitet illərində ən pis göstəricilər qazansa da, ən pis qiymətlər alsa, dərslər buraxsa da, at the end of ən sonunda onlar daha uğurlu hüquqşünas da olur. Niyə? Çünki onlar artıq o hüquq dünyasında yetişiblər, ana atadan gəlir. Və onların artıq networkingi var. Sabah hamı işsiz qalanda bütün o hüquq fakültədə bitirdiniz 5 nəfər. O adamlar ki, artıq lawyer uşağıdır, onlar mütləq daha qabağa gedəcək. Yəni ona qarşı sən nə qədər street smart olsan da, mənə elə gəlir ki, o privilegiya все-таки udur. İnanıram və yəqin ki, street smartın pozitiv tərəfi o zaman üzə çıxa bilər ki, hardakı uşaq elə bir ailədən çıxmır. Təbii ki, privileged uşaqlardan yenə də onlar həmişə biraz daha qabaq. Məsələn, bir uşaq var ki, çox zəngin ailədə doğulur, eləsi də var ki, kasıb ailədə doğulur və təbii ki, tək zənginliklə də deyil. Yəni, ən primitiv deyil. O qədər o zəngin, məsələn, Azərbaycanda ailələr tanıyıram ki, uşaqlarını oxutmurdular. Uşaqlarına savad vermirdilər və yaxud istəmirdilər ki, onlar elə bil o atalar da görmüşəm elə eqolu ki, məndən asılı olsun. Başa düşdün? Yəni qabağa getməsin, heç nə öyrənməsin. Məktəbə zada qoymurdular da ki, böyüyəndə də mənim əlimə baxsın da. Başa düşdün? O belə kontrol. O biraz konservativ kəsimdir də. Yəni insan amma milyonerdir, başa düşdün? Yəni. Elə insanlar həqiqətən də hər şeyi pulla ölçən insanlardır. Onlar üçün education heç bir şey yoxdur, yəni önəmi yoxdur. Bir də fikirləşirəm, mən education'um var, mən getdim qazandım da. Əsas nədir? Pul qazanmaq deyil, gəlib qazanacaq. Amma sonra karma nə deyir? Karma deyir ki, sən saydığını say. Gör fələk nə sayır. Fələklə karma qardaşlar nə sayırlar? Bacı qardaş. Karma. Fələk qaqaşdı, karma qızdı. Karma çox qız adıdır məncə də. Karma çox qəşəng qız adıdır. Heç eşitməmişəm karma adı olaraq. Çox qəşəng qız. Prosta pisdir axı enerjisi. Biraz enerjisi yaxşı deyil. Bad karma filan yəqin ki. Bayaq sən dedin, məsələn, o uşaqlar var ki, məktəbdə də pis oxusalar, ailələri elədisə, onlara o yaxşı influence göstərir. Mən onu da müşahidə eləmişəm ki, məruz qalan sözünü deməyəcəm. Mən onu da müşahidə eləmişəm ki, məktəbdə mənimlə oxuyan əlaçılar var idi. Onların heç birisindən bir bok olmadı. O da düzdür. Yəni o 3 alan, nə bilim, bir dənəsi vardı, o şey dvoşnikin biri idi. Orada fərasət işə girir, işinə girir. İşte bilmirəm də, mən də onu deyirəm ki, bax o fərasət nədir? O fərasət street smartlıqdan gəlir səncə?
biraz fərasətli adamlar mənə də elə gəlir ki, daha çox daha aşağı klassdan çıxan insanlardır. Çünki onların həm sən demiş ambisiyaları daha yüksək olur. İtirmə qorxusu daha azdır deyə risk eləməyə daha çox şeyi var. Pulu, nə bilim, atasının üstündə gücü olan adamlar risk eləyə bilmir. Çünki onun avtoritet qorxusu var yəqin ki. Amma street daha doğrusu o daha aşağı klassdan gələn deyir ki, okey də, yəni ki, onsuz da itirəcək heç nə yoxdur. Davay bunu try eləyir. Ki, yəni oradan da, amma bir yandan da o Elon Musk'ın anasının deyəsən bioqrafiyası var. O çox gülməli mem olmuşdu bir ara ki, dedi ki, mən hər şeyi sıfırdan eləmirəm. Qadının kitabının ilk cümləsi şeydir də, yoxsa atasının, yadıma gəlmir indi, yenə mən yadıma gəlmir. Amma hər şeyi belə atıram, ağlıma gələni deyirəm, sonra bilmirəm yəni. O dəfə sən kimsə fact check eləsə biabır olacaq. O dəfə sən kodlar yazmısan, mən onları məsələn uydururam, akaziyyə koddur hə onlar. Sonra sən onları kod ChatGPT mən belə deyir. Beynimdən yəni uydururam bu dəqiqədən. Sadəcə yadımda qaldığı qədər. Amma anamı, atamı yadımda, amma belə bir ilk cümləsi kitabın belə idi ki, mem yadımdadır sadəcə ki, atam mənə samolyot aldığı gün kitab belə başlayır və sonra da bu kitab bütün şey haqqındadır. Sıfırdan başla, səndə hər şey alınacaq. Qardaşım, sıfırdan başla, amma birinci samolyot al. Sənə ilk səhifədə atan samolyot alıb da. Yəni əlbəttə mən bu kitabı nə qədər oxusam da heç bir şey dəyişməyəcək. Mən elə ancaq bu kitaba sənə contribution eləyəcəm ki, biraz daha qabağa gedəsən. Ay sağ ol. 100%. Yəqin ki, fərasətdir. Yəni bir neçə kateqoriyaya bölmək olar da, pul qazanmağın, yəni mövzu oradan başladı. Ona görə pul qazanmağı o bir neçə kateqoriyaya yəqin ki, bölmək olar. Yəqin ki, o privileged doğulan uşaqlar və privileged ancaq imtiyazlıdır, hə? O təzə söz öyrəndim. İmtiyazlı doğulan uşaqlar, elə biləmişəm, bilmişəm. İmtiyazlı doğulan uşaqlar və fərqi yoxdur, bu pulla ölçülür, yoxsa nə bilim, successful valideynlərdən ölçülür və yaxud hansı, ya həkimlərdirlər, ya lawyerdirlər falan filan. Həkim uşaqları. Bax, onu da mən görürəm. Bir çox həkim valideynlərin uşaqları da gedir həkim olur. Çünki hə də artıq oradan gəlir də, o cultural background hər şeyi eləyir onun üçün. Sabah o universitetdə bütün o professorlar sənin anavın atavın tanışı olur. Tanıyırlar. Və sair və ilə. İkincisi o ola bilər ki, fərasət. Üçüncüsü şans. Bax, şans çox önəmlidir. Məsələn, misal olaraq bir hekayəni danışmışdım bu günlərdə Zosiya. Dedi, hökmən onu da paylaş. Bir tanıdığımız insan var idi. Deməyəcəm harda. Nəysə ki, bunun öz biznesi var idi, mağazini var idi və o mağazinə Kitaydan mallar gətirirdi, orada satırdı və yaxşı pul qazanırdı. Yəni çox yaxşı pul qazanırdı, amma insanın deyib aşağılamayım. İnsanın dünya görüşü leveli bu şeydə idi də. Yəni evinə çağıranda, bizi evində volk eləyəndə bir dənə belə otaq açdı. Yekə belə bir hamam idi. Orada nə bilim paltar yuyan, paltar qurudan, ütü masası falan filan. Qayıtdı ki, burada mənim xanımın ofisidir. Görürsən? Hə. Bax, bu beynə sahib olan amma bir insandır. Amma pulları da qazanırdı. Oh my god, yəni pula pul demir də. Və o fərasət onda var. Yoxdur, bu yoxdur yəni. Niyə yoxdur? Bəlkə başqa şeylər də var, amma yəni normal intellektdən danışırıqsa yoxdur. Sadəcə düzgün vaxtda, düzgün yerdə o fürsətdən faydalanıb deyə düşünürəm. Onu prosta həm bəxti gətirib, həm də özü yəqin ki, girişkən olubdur ki, o gedib bunu eləyib. Əlbəttə Zosi, yəni ki, bir də görsən ki, heç gözləmədiyin yerdən bir şans çıxa bilir, yəni ki. Bir də mən görürəm, o qədər ağıllı insanlar fərasəti yoxdur. Elə də adamlar da çoxdur. Baxırsan ki, çox ağıllıdır da, yəni ki, bu da qazanmayacaq, o pulları kim qazanacaq? Digər ki, yoxdur da, o girişkənliyi yoxdur, o fərasəti yoxdur. O biraz sırtıqlıq da lazımdır. Lazımdır Zosi, hər adam onu hər adam bacarmır. Bəlkə də kimsə də deyir ki, məsələn, yəni mən bu yolda itirəcəklərim daha çox olacaq. Nə kimi? Yəni də fikir... Daha moral şeylərə üstünlük verir və deyir ki, mənim üçün o önəmlidir. O situasiya biraz da çirkinləşdirən bir situasiyadır adamı. Məncə ya eləsən, ya da deyilsən. Zaten elə normal insanı elə situasiya çirkinləşdirməz. İçində o potensial varsa çirkinləşirsən də. Yəqin ki, ona görə də biz onlara label qoyuruq, deyirik fərasətsizdir. Əslində isə yazıq vicdanlı, təmiz insan.
rüşvət vermir, rüşvət almır. Nə bilim də kiməsə belə atıb qabağa düşmür. Kimə atım qabağa düşüm. Elə deyim var. Yəni o bizim Kimə atım qabağa düşüm. Cultural backgroundumuz odur var. Kimə atım qabağa düşüm. Yəni ki onu da hər adam bacarmasın, yəni mümkünsə hamı da onu bacarmasın. Məsələn, mən çox da uzağa getmirəm də. Mən Ağdamlıyam və mənim papam yəni Ağdamlıdır da. Amma onda o səndə var. Məndə var. Atanda olmasa da sənə gəlib gen hoppanıb çıxız atan sənə. Papada heç yoxdur da. Papa vicdan, yəni совесть, a как же совесть deyər, bəzi şeyləri eləməz. Mən də deyərəm, amma bağır məbləğə. Məbləğ hər şey dəyişir, görürsən. Mən də məsələn atan kimi o girişkənlik yox idi papamda. O girişkənlik yox idi. Mən çox fərasətsizəm. Girişkənlik sıfır. Məncə sən heç fərasətsiz deyilsən. Sıfır fərasət Zosima. Mən bu ağılla sənin əlindən hər şey gəlir. Bəlkə girişkən deyilsən. Fərasət o deyil ki, fərasət şeydir də, girişkənlikdir. Fərasətli iminə mənim gözümdə bilirsən nədir? O hətta girişkəndir, amma eyni zamanda da bacarıqlıdır. Yox, mən fərasətli şey başa düşürəm. Gedib qapı açacaq, bir hamının qapısını döyəcək ki, mal verim, sat da. O məndə sıfır. Məndə məsələn evdə elə ola bilər ki, nə bilim şeydə dəhşət mal, amma onu satmaq fərasət tələb eləyir. O yoxdur. I see. O artıq yəni ki, nə qədər istəsəm də heç vaxt zəng çağırmayım. Çağırmaz o şey. Venerada, Yupiterdə hamısı buralardadır. Qulaqları burada. Çağırma sən Allah. Biz olacağıq zəngin. Mənim targetim var. Mən milyonçu olmaq istəyirəm. Sən olsa elə yaxşı xərcləyəcəyik. Gedək xərcləyək bərabər. Necə xərcləyək? Gəl milyonu xərcləyək də belə manifest eləyək. Necədir? Nədir situasiya? Səhər ayıldım 1 milyonum var situasiyasıdır, yoxsa nədir? Hə. Səhər ayıldım 1 milyonum var. Sosi gedək burdan. Hara? Spesifik deyək ki, belə olanda da spesifik eşitsin. Ay, indi çox önəmli bir andır bu. Bilirsən nə hiss eləmişəm? Birini qoyub birini deyəcəm. Amma hiss eləyirəm ki, orada dediyim hər şey elə biraz belə materiallaşır. İmmunlu epizodlarda. Məsələn? Onun indi highlight'ı yadımda qalmayıb. Yaşadım bunu, yəni o anı yaşadım ki, mən bunu demişdim epizodda. İndi mən onu elə bil dejavu kimi oldum. But anyways, 1 milyon gəldi. 1 milyon da azdır. Zosi Amerika çapında 1 milyon azdır. Gəl bunu 10 elə. 10 milyonun var və 1 milyonu xərcləyəcəyik də. 1 milyonu xərcləyirik. Biz o 1 milyon nə? 1 milyona da niyət adam Amerikada. 1 milyona da deyirəm, yəni naz eləməyi burada öyrəndiyə. 1 milyon bir pul deyil burada. Ya da bir mülk alırsansa pul deyil, amma əylənirsənsə yaxşı. Okay, whatever. 10 milyon dollarım var və onun 1 milyonunu xərcləyirəm. Nə vacibsə, gələn kimi 10 milyon gərək 1 milyon sıfırlansın. Biri getsin. İşte bax, biz bunu manifest eləyiriksə, gərək o gələndə biz bunu eləyək. Onsuz da vermək lazımdır ki, yenə gəlsin. Bu beynimizdəki bu hardan gəlir də, yəni ki, heç bir şeyə dayanmayan. Öz-özümüzə fikirləşdiyimiz və inandığımız bir şeydir. Dayanmayan şeydir. Məndə o hiss var Zosi ki, qazanan kimi deyirəm ki, mən bunu xərcləməsəm daha çox qazana bilmirəm. Amma mən ona inanıram ki, pul sirkulyasiyanı sevir. Zosi çox çəkilirik temadan, qoy bir dənə xərcləyək 1 milyonu. Birinci gedirik, travel eləyirik Zosi. Biz necə travel? 2 ay, 3 ay belə bir yerdən yavaş-yavaş özə tələsmədən, o shopping sənin, bu shopping mənim, o muzey sənin, bu muzey mənim, o parti sənin, bu parti mənim. Belə necə var, nəyi var gəzəcəyik. Çoxlu zosilər çəkəcəyik. Yəni işimiz ancaq iş deyəndə ancaq zosilər düşünəcəyik. Çünki artıq təsəvvür edin ki, biz yorğun iş günü sonrası deyil də boş günümüzdə zosilər çəkəcəyik. O hissi belə adama belə şey gəlir. Bir də yəni tək işim mən ümumiyyətlə bilirsiniz nə istəyirəm? O pul mənə gələndən sonra mən istəyirəm heç olmasa 1 il iş nədir düşünməyim. Yəni həyatımda iş deyə bir şey olmasın ümumiyyətlə. Mən istəmirəm. Yox, mən onu istəyirəm. Amma 10 milyonum var ha, cibimdə 10 milyonum var. Darıxıb ölməzsən. Yox, ölmərəm Zosi. Elə gözəl vaxt keçirərəm özümlə. O qədər əylənərəm. O qədər belə nəyim, kitab oxuyaram, gəzərəm, ancaq kefimə qulluq eləyərəm, dadlı yeməklər yeyərəm. Sıxıcı həyat Zosi. Çox gözəl həyat. Çox gözəl. Mənim personality orada suffocate edir, ölər yəni. 1 il işləməkdən break götürürəm.
beynimə gedərəm, nə bilim, hansısa retritlərə, bir ay orada retritdə, 2 ay burada retritdə belə vaxt keçirərəm. Elə də danışıram, elə belə ailə uşağı heç nə yoxdur. Yəni bu dəqiqə tökülmüşdü. Yox, sən o pulu qazanandan sonra hamı sənə okey olar. Düz deyirsən. Narahat olma. Uşağı da çıxardacağam məktəbdən, pul var deyinir dəsin. Yəni, düşünsənə. Fritdən qaydırım. Uşağı ofis eləyir, paltarı yanına. Ay, burada qızımın ofisidir. Yəni. Ondan sonra bezəndən sonra uca fikirləşərəm ki, mən nə ilə məşğul olmaq istəyirəm. Çünki mən indi nə desəm, heç bir önəmi yoxdur. Mən indi o kafaya sahib deyiləm. O rahatlığa sahib deyiləm. O rahatlıqda, o leveldə rahatlığa Nə oldu? Beynim error verdi. O beynə sahib olandan sonra o beynin verdiyi qərarla istəyirəm fikirləşim ki, nə ilə məşğul olmaq istəyirəm. Çünki indi fikirləşdiyim heç bir şey applicable deyil o IC-lə. Belə bir əslində deyəsən şey var, praktika var, deyirlər onu psixoloqlar ki, ya da həyat koçları ki, sən düşün, təsəvvür elə ki, çox pulun var və heç bir pul ehtiyacın yoxdur. Onda sən hansı işi görmək istərdin? Yəni sənin əsl passion'ını tapmaq üçün belə bir oyun kimi bir şey eləyirlər və ancaq onda sən anlayırsan. Məsələn, sən düşünsən, dünyanın bütün pulları səndədir. Mən onu düşünə bilmərəm, passion'ın nə olar işləmək üçün? Mən o teoriyaya inanmıram. It's a bullshit, honestly. Çünki içində deeply inside istədiyim bir bu işi görmək istəyirəm. Məsələn, bu məsələyə insan. Yəqin ki, artla ilgili bir işlə məşğul olmaq istəyirəm. Görsən var da, direkt çıxdı. 2 saniyə düşündü. Bullshit. İnanmıram deyil. 2 saniyə artla məşğul. Mən Zosilərin ən sevdiyim tərəfi budur ki, heç bir fikir son fikir deyil. Hər an hər şey dəyişir. Sirkulyatı pul kimi fikir də belə dövrədir, dövriyyədədir. Doğrudan deyəndən sonra başa düşdüm ki, həqiqətən məsələn bir shopum olsun, onu şey eləyim, evolve eləyim, oyunla məşğul olmaq istəyirəm yəni. Bugün bütün gün oyunla məşğul olmuşam və məni çox xoşbəxt eləyir. Məsələn, o birisi işlər çox texniki işlərdir də. Like I get tired. Aysa zövq aldığın işi görmək. Yəni ki, o iş ki sənə bəsləyir səni, həm də hər gün təzə bir şey edirsən. Gözəlliklə məşğulsan, həm gözəl, nəsə yaradırsan əllərindən. Yəqin ki, onda elə ona özümə adayaram. İndiki Aysel belə deyir. Görə indi o 10 milyon gələndən sonra sizlə mütləq paylaşacağıq. 100%. Pulu yox. Fikirləri, təcrübələrimizi sizə danışacağıq. Bir ağdamlı olaram. Amma bilirsiniz nədir? Deyirsən, vermək lazımdır ki, alasan. Vermək isə vermək. Burada manifestimizi edək. Əgər mən o pulu, mən ancaq onu lotereya ilə uda bilərəm. O 10 milyon qazanmaq növbəti bir il ərzində 1 milyon targetimdə, amma 10 milyon nəysə ki, допустим, mən utdum 10 milyon. Necə eləyək Zosi? Zosilərin ən gözəl belə ilk 500 izləyicisinə nə qədər verək? Hədiyyə edək. Gəl konkret deyək də. Hərəsinə 10. Ağdamlı mən oldum. Broke as bitch. Yaxşı, 500 $10 min hərəsinə. Yox be. 500 nəfər dedin. Dəlisən. 500 çoxdur. 10 nəfərə $10 min. Ya da yox, hərəyə $1000 deyək və verək 100 nəfərə. $100 min donate eləyəcəm. Necə ürəyin sənin genişdir. Nə olsun ağdamlıyam. Elə baba belədir. Ona görə pulum yoxdur. Beləyəm mən. 100 nəfərə $1000. Bunu o istəyən o 100 nəfərə görə sən 10 milyonu qazanacaqsan. Xahiş eləyirəm, oturun, durun, evrənə göndərin ki, Zosi qazansın. Udum. Deyim ki, hər gün lotereya oynayıram, yox, amma bugündən sonra oynayacağam. Burada da bilirsiniz nə böyük məbləğlər olur. Yəni ki, 100 milyon falan olsa, vəbşə daha çox verərəm. Burada müftə söhbətə keçirsən də. Çox göndərin. Ay, nə olacaq. Anyways, biz bura hardan gəldik? Biz bura gəldik, elə o pulun varsa ağıllısan. Məlum oldu ki, nə pulumuz var, nə ağıl. Amma yəni həyatdır. Yaşayırıq, öyrənirik. Onda keçək suallarımıza. Bəli, bizə suallar gəlib və biz istəyirik o suallar əsasında söhbət eləyək. Əlixandan başlayım. Okay.
Bizim sadiq izləyicimiz Alixan bəy və onun gözəl kommentləri, hər dəfə bizə çox gözəl kommentlər yazır, uzun-uzun fikirlərini bildirir. Biz də bunu çox bəyənirik və istəyirik onun verdiyi bir sual haqqında danışaq. Biz niyə bu günü yaşamağı, gələcəkdəki hansısa xəyali bir uğura, rahatlığa qurban veririk? Yəni ki, həmişə qaçırıq da nəyinsə arxasınca. Dərs, universitet, pul, iş, evlənmək, yenə pul, daha çox pul. Tam mövzunun üstünədir. Qocalmaq və bu aralarda yenə qaçdığımız növbəti mərhələlər. Bəlkə həyat elə bu qaçışın özüdür, biz sadəcə qəbul etmirik. Bəlkə də çox səhv yaşayırıq. Qısacası, sizcə biz düz yaşayırıq? Necə fəlsəfi bir sual verdiniz? Əlixan bizi, bilmirəm, Sakrat sayır, Platon sayır, nə sayırsa gözləyir ki, biz bunu çözmüşük də. Bizim haqqda çox yaxşı bir yerdə düşünürük və bir yerdə suallarımız artır. Əslində nə qədər çox düşünsən, o qədər çox sual artır da. Bizi ən maksimum eləyə biləcəyimiz ekstra suallar fikirləşmək ola bilər bu mövzuda. Yes, çox maraqlı mövzudur, Zosi. Əslində deyə bilərəm ki, bunu bəlkə son zamanlarda həyatımda çalışmışam, biraz azaldım. Periodlarla yenə gəlir, məni hit eləyir. Çünki bir beyində non-stop yaşamaq biraz çətin olur. Real həyatda yaşayırıq. Bir də gördüm hansısa problem hit eləyir və deyirsən, ayda zen, bye, see you later və çıxırsan oradan. Amma ona qatılıram ki, həyatımızın əsasən də o 20-lərdəki olan periodunun çoxsunu həmişə nəyinsə target olaraq görərək yaşamışıq. Şəxsən mən də elə yaşamışam. Bunu da eləyim, yaxşı olacaq. Onu da eləyim, əla olacaq. Onu da eləyim, bunu eləyərəm. Elə bil ki, bir rewarding proqramlaşması ilə beynimizdə yaşamışıq. Və indiki həyatda da təəssüflər olsun ki, mən çox anxiety yaşayıram, ya gələcəyin anxiety-sini yaşayıram, ya keçmişin anxiety-sini yaşayıram ki, ayda orada onu belə yox, belə eləsəydim, indi belə yox, belə olardı. Və onu yenə də deyirəm, çalışmışam, indi həyatımda azaldım ki, çox böyük yol fəth etmişəm onda. Əvvəl çox daha fikir çəkirdim, çox daha stres eləyirdim bir çox şeyləri. Yadımdadır Zosi, əvvəl çox daha fikir eləyirdin. İndi daha hedonistəm. Çox dəyişir. İndi çalışıram özümə belə bir reality check verim ki, okey, bu gözləyə bilər. Sən bunu onsuz da eləyəcəksən. Get indi hal-hazırda nə bilim, kitabdırsa indi kitab gözümün qabağındadır. Get onu, o anı belə savor elə, həzzini al. Nə bilim, kofedirsə məsələn mən əvvəllər kofeni içə-içə o laptopda işlərimi görürdüm. Mən indi səhər özümə coffee time verirəm. Və o coffee time-da mən heç nə eləmirəm. Sadəcə kofemin dadının keyfini çıxardıram və o reality check-ı özümə verirəm. Yenə də təbii ki, targetlərim var, ambisiyalarım var. Amma artıq xoşbəxtliyimi o olandan sonra xoşbəxt olacağıma bağlamamağa çalışıram. Bu da yəqin ki, yaşla gələn bir olğunluqdur. Bir də başa düşürsən ki, life is too short to worry. Hər şey üçün narahat olmağa dəyməz. Yəni, universe doesn't care, honestly. Elədir, Zosi. Əlixanın bu sualı ilə bağlı, Zosin dediyi şey məndə də haradasa elə olub 20-lər kimi. Çünki əlimizə hazır bir ssenari vermişdilər, həyat ssenarisi. Və deyirlər ki, bu budur yəni, ancaq belə oynayacaqsın. Bir teatrın o məşq hissəsi var. Məşqdə ancaq bunlar olacaq, sənin həyatın belə olacaq bir hissi var idi. Amma təbii ki, mən beynimi o dövrdə pozan bəzi, məsələn, şeylər oldu. Onlardan biri, məsələn, Fight Club filmi idi, Baytsovski klub, hansı ki, Chuck Palahniuk'un əsəri, hamımız bilirik də o filmi. Yəni, elə bir dövrdə o filmi, yəqin ki, tam belə də coming of age deyirlər buna ingilis dilində, onu yazaram. Yəni ki, uşaqdan fərdə keçid dövrüdə, elə bir dövrdə o film mənə çox təsir eləmişdi. Orada bir dənə belə bir şey var, səhnə var ki, həmin o Tyler Durden, yadıma gəlmir. Tyler Durden. There's no way. Tyler. Orada belə bir səhnə var ki, həmin o Tyler gedir bir dənə mağazin işçisinə, gedir onu, yadıma gəlmir tam səhnə, amma ki, motivi yadımdadır ki, atak eləyir də ona, hücum eləyir və gəlir ona deyir ki, işdən çıxacaqsan bugün, bu işi bir də heç vaxt eləməyəcəksən, mağazinə satıcıdır da və gedib öz passionuvu görəcəksən. Və
o filmin onsuz da fəlsəfəsi odur ki, Yeah. yəni insan özünü tapsın və əslində özünü eləmək istəyir və alter egosundan artıq qarşılaşsın da. Yəni o düşüncələr biraz mənim beynimi yandırdı ondan sonra və məndə ondan sonra başladı nə? Peter Pan sindromu. Peter Pan sindromu? Ölürəm də belə What gicik is sözlər it? üçün. Peter Pan sindromu nədir? Peter Pan sindromu heç vaxt böyümək istəməyən və uşaq kimi qalmaq istəyən insanlardır. Mən yəni. Səndə var o hiss? Doğrudan deyirsən? Hə, yəni I ki, cannot relate. yəni uşaq eləməmək, toyum olmasın. Yəni heç vaxt ciddiyə almayım da Mən heç həyatı. vaxt ona o açıdan baxmamışam. Yəni ki, mən qalım elə həmişə o yaşımda və orada heç nə That's dəyişməsin. where it's coming from. Hə, Peter Pan qalmaq da, başa düşdün? Wow. Hə, o da ki, elə bil ki, əslində qorxularınla üzləşməmək kimi də yorumlanır Peter Pan sindromu. Yəni ki, sən böyük həyatdan bəlkə də uşaq vaxtında qorxursan, bəlkə hansı travmalar alırsan, böyüklərin həyatına baxa-baxa və deyirsən mən belə olmaq istəmirəm də, mən elə istəyirəm orada qalım və orada stak edim. Sən Peter Pan sindromu olmayan insan mənim üçün kimdir? Məsələn, Azərbaycandakı misallardan da, çünki bizi oradan izləyirlər daha çox. Zosin dediyi kimi, universiteti bitirdi, evləndi, uşaqları oldu, ev aldı, ev alandan sonra nə bilim Bir dənə də ev aldı, həyət ev aldı, maşından upgrade elədi. Bildiyimiz o ssenaridə mən hər nə bilim tətilində getdi həmin o rayona. Başa düşdün? Yəni o ssenaridən bir adım o tərəfə atmamaq və olduğu kimi yaşamaq və bəlkə ədaltlığa bildiyin ssenari ilə. Yəni Əlixanın dediyi odur da. Mən yəqin ki, ondan biraz öz həyatımda çıxmağa çalışdım hansısa bir dövrdən sonra və ona görə də heç vaxt real adult özümü hiss eləmirəm. Yəni düz deyə işləyirəm, nə bilim, karyeram falan. Bunlar mənim üçün önəmli şeylərdir. Yəni bunu da zövq aldığım üçün eləyən insanam da. Amma beynimdə o şeylər yoxdur mənim məsələn. Amma gələcək üçün worrying var məsələn. Yox, sıfır. Sıfır. Yoxdur Zosi. Məsələn, Məncə Əlixan bir də onu məsələn question eləyir ki. Hə, mən yəqin ki, o Əlixanın o dediyi o biri o adam mənəm ki, yəni nə narahatlığım var, nə bank hesabımla bağlı bilgi məlumatlıyam, nə bilim Zosi bilir də dokument doldurmaq. Yəni, böyüklərin elədiyi heç nə məndə alınmır. Başa düşdün? Mən səninlə özümü compare eləyəndə mən daha adultam. Sən adult həyatı yaşayırsan. Mən bayağı adultam. Görsən? Hamısı mənim kontrolumda. Hə. Sən o sindroma düşməmisən də, mən düşmüşəm. Peter Pan qalmışam Zosi. Yeah, that's so interesting. Hə, məsələn maşın sürmək, right? Adult eləyən şeylər mənə maraqlı gəlmir. Mən istəyirəm orada qalım. Mən indi bir pattern gördüm. Mən bunu heç vaxt belə düşünməmişdim. Mən özümü elə Sən indi onu deyəndə mən başa düşürəm elə ki, it makes yaşayıram. total sense. Niyə, vidiş? Wow. Orada stuck olub qalmışam. Amma is it good bilmirsən də. Yəni ki, amma But it's also a choice, no? But the choice because sən o sindromu yaşayırsan. hə də, yəqin ki. Не знаю. Mən də bilmirəm ki, yəni ki 100% Əlixanın dediyi o mövzuya qatılıram ki, sabah xoşbəxt olacağım üçün yaşasaydım, yəqin ki, mən də çox anxiety-lərim olardı da. Yəni bu günümü yaşamazdım doğru düzgün, amma mən çalışıram ki, onsuz da qısa bu gün hedonizm, sabah Allah kərimdir ya da qonşu kərimdir, kimdirsə. Yuxarıda. Nədirsə odur yəni. Bir də bax ona misal olaraq bir sən nəyə gətirə bilərəm? Elə olubdu ki, oturmuşuq belə nə bilim ailecə də belə nəyinsə probleminin belə dərinini yaşamışıq falan filan. Bir də elə period olubdu ki, o problem olubdu, biz getmişik gəzməyimizi də eləmişik, tozmağımızı da eləmişik falan filan. O problemlər mənim yadımda deyil bu günlər. Amma gəzməklər, tozmaqlar. Amma o gəzməklərin şəkilləri, videoları bir də gördüm belə reminder kimi çıxır qabağıma və doğrudan da başa düşürsən ki, okey, əslində önəmli olan budur. O problem zaten bu da düzəlsin, yaxşı olacaq deyə yaşamaq çox yanlış bir şeydir. Heç vaxt heç nə ideal olmayacaq. Yoxdur elə şey. Yəni niyəsə bizdə belə bir hamımızda belə bir yanılsama, mif olur ki, həyat belə linear gedir də. Yəni ki, biz pillə-pillə hansısa bir mükəmməl bir nöqtəyə çatacağıq. Yox, yəni sən birdən 10-a çatırsan, sonra ondan 3-ə də düşürsən. Yəni bir ilin 3 ayın içində sən 10 ikən 3 ola bilirsən. Və o yanılsamanı da bizə həmin o ssenari öyrədib. Başa düşdün o uşaqlıqdan. Gəl, universiteti bitirəcəm, nə bilim, o olacaq, sonra iş tapacağam, sonra daha yaxşı iş. Yox, yəni sən çox yaxşı işdən işsizliyə də düşə bilirsən. Sən nə bilim, çox yaxşı həyat tərzindən çox adi həyat tərzinə düşə bilirsən. Bunu qəbul eləməkdir də hardasa həyat ki, ağı ilə, qarası ilə, yaxşısı ilə, pisi ilə nə var odur yaşayırıq.
Və Sözdür ki, o anlıq, günlük bəzi şeylərdən zövq almağı insan bacarmalıdır. Mütləq. Hətta belə bir praktika var idi. Mən onu bir müddət özümdə də eləyirdim. O üzərində işləməyə çalışırdım çünki o anxiety-min. Mən hər şeyə görə narahatçılıq eləyə bilərdim də, yəni ki, hər şeyin fikrini çəkərdim. O reality check özünə vermək üçün, anlıq həzləri həyatında çoxaltmaq üçün belə praktikalar var. Məsələn, ətrafında olan hansısa bir əşyanı götürürsən, məsələn, şam qabıdır, götürürsən şam qabını, o şam qabıya bir baxırsan, fokus olursan, o şam qabının gözəlliyinə baxırsan, onun materialına baxırsan, nə bilim, rənginə baxırsan, onu iyniyirsən, onu ilə connect olursan o an və o səni elə bil ana qaytarır. Eyni şey məsələn ki, çayla gedirsən, bir də gördün, gedirsən və başa düşürsən ki, fikir dalınca sən ucu belə boğulursan da o fikirlərin içində. Birdən belə gözünü açırsan, başlayırsan nə asfalta baxmağa, göyə baxmağa, nə uçan quşa baxmağa, dələyə baxmağa, burada dələlər çoxdur, ağaca baxmağa, onun tərpənməni, o səni elə bir reallığa qaytarır. Meditasiya eləmədən bu meditasiyadır. Elə bir meditasiya eləyirsən, o rahatlığı verir. Yəni ki, o bəzən o gərəksiz anxiety-ni boğmaq üçün belə praktikalar, əgər sizdə varsa təbii ki, elə bir anxiety, o gələcəyi düşünmək, ay necə olacaq, nətər olacaq, bu da olsun, belə olacaq, strukturu ilə yaşayırsınızsa, o həyat çox şeydir, in a blink bitən şeydir. Bir də onu mən çox realize elədim. Son zamanlarda bir neçə dənə belə xəbərdə oxudum da, yəni ani həyatını itirmək realitesi var da. Yəni bu dünyada heç nə əbədi deyil və sən hansısa çox gərəksiz bir şeyə görə bu günlərim narahat olursan və yaxud xoşbəxtliyi postpone eləyirsən ki, o olsun, olacam. Və belə bir statistika var ki, insanlar içlərindəki o narahatlıqlar da, düşündükləri narahatların 80-90% çox olmur. Real deyil və real deyil. Və yəni heç vaxt yaşamırlar. Yəni o ağlındakı o 80% sil də hardasa. Düzdür. Və həqiqətən də o qədər hasanddır əslində bunu eləmək, amma bir də Aybet onun yəni psychological açıqlaması da var ki, həmişə bizim beynimiz, o da onun instinkt samosохранения, nə deyirlər ona, öz qoruma instinktinə görə həmişə ən pisini başlayır düşünməyə, ən pis ssenarini başlayır qurmağa. Məsələn, o trivojlu insanlarda yəqin ki, o daha çox olur. Məndə məsələn olur. Birdən beynimə çox belə pis bir ssenari gələ bilər ki, sən başa düşürsən ki, yəni bu ssenarinin gəlməsi üçün heç bir yəni səbəb yoxdur. Səndə hansı ssenarilər, məsələn, sağlamlıqla mı bağlı, yoxsa material qorxularla bağlı? Hamısı. Belə qorxuların olur, kiməsə nəsə olar hissi. Birdən başlayıram şey eləməyə ki, yəni birdən xəstəlik qorxuları, ölüm qorxuları. Yox, mən anxiety-dən əziyyət çəkirəm Zosi. Bu məndə belə hiss eləyirəm ki, bir case-dir. Yəni durduq yerdə əgər mən başlayıramsa kiminsə həyatına dua eləməyə durmadan, mən başa düşürəm ki, o an gəlir mənə o trivoqa. Bu da bəlkə hansı patterndir Zosi. Məsələn, mənim anamda bu var, mənim uşaqlığımda da var idi. Elə bil ki, 5 dəqiqə sənə zəng gəlməsə ən pis şeyi düşünür. Yəni ən birinci ancaq onu düşünür də. Halbuki yəni amma bu yəqin ki, çox dəhşətli dərəcədə care eləyirsən və o da sənin sevgi dilində o qədər insandan care eləyirsən ki, o qədər onun yaxşılığını istəyirsən ki, ona görə o insana nəsə olsa o sənin üçün elə böyük tragediyadır ki, beyin deyir ki, okey, mən sənə bu ssenarini verəcəm, cope with it. Yəni olmayan bir şey üçün niyə panika keçirdəsən ki? No, it's not normal. Mən onu zaten düşünürəm ki, anamdakı bu normal bildiyin anxiety-dir. Anxiety-dir bu, normal deyil. Kesinlikle normal deyil və bu ancaq buna apply olunur, amma buna apply olunmur deyə bir şey yoxdur. Bu hər şeyə apply olunur. Məsələn, məndə bir də gördüm belə ssenari gəlir ki, mən burada da deməyim, burada deyirəm, sonra materializasiya olar. Ya, düzdür. Çox yaxşı ssenarilər olmur, ona görə amma onunla artıq belə kop eləməyi öyrənmişəm. Özümə o reality check-ı verirəm, özümü sakitləşdirməyin yolunu tapmışam, bilirəm necə olur. Məndə məsələn o normal həyatımda heç yoxdur.
kiməsə nəsə olar, qorxum heç yoxdur. Amma tutaq ki, getmişəm check-up-a, tutaq ki, həkimə getmişəm. Orada məsələn nəsə xərçəngə yoxlayırlar, burada hər hamını. O həftə məsələn düşünəcəm ki, görəsən nə çıxdı da. Yəni ancaq yəni factual momentdə fikirləşəcəm onu, sağlamlığımı, mən bir bədən olaraq həm də bir şey olduğumu da, tükənən bir şey olduğumu. Otherwise mən özümü elə görmürəm. Məsələn ya da başqa heç kəs elə görmürəm. Özümlə ilgili heç vaxt onun anxiety-sini yaşamıram. Sağlamlığımız həkimə gedəndə, check-up-a, qan analizi gələndə deyirsən ki, əla gələcək. Məndə bir neçə də pis gəlib də, məndə travma var deyə, həkimə gedəndə deyirəm ki, nəsə çıxacaq. Yox, həkimə gedəndə mənə heç həkimə getmək lazım deyil, dərd orasındadır. Yəni sən bir var həkimə gedirsən və onun stresi durduq yerə ssenarilər gəlir ağlıma. Absolutely. Həkimə gedəndə mən o anxiety-ni o qədər yaşamıram, nə qədər normaldır. Bizən bugün nəyi düşünürdüm Pelevini oxuyanda, bir dənə yerinə çatmışam, orada deyir ki, əsas bilsən nədir həyatda, Əlixanın da mövzusuna uyğun olaraq bizim atdığımız addımları, bizim arzularımızmı formalaşdırır, bizim qorxularımızmı? Nə maraqlı sualdır. O qədər kritik bir momentdir ki o, yəni ki sən addımlarını qorxularına görə atıb pis insan. Yəni qorxularına görə atıb deyəndə nəyi nəzərdə tutursan? Yəni məsələn biri var ki, mənim arzumdur tutaq ki, məsələn adada gedim tətil eləyim, qısa bir yoldan deyim də, simple örnəklə. Və mən məsələn önümdəki bütün addımlar onun üçün eləyirəm də. Biri də var ki, sənin qorxun məsələn tək qalmaqdır və sən bu tək qalma qorxuna görə o qədər kompleks keçirdirsən ki, başlayırsan məsələn qəribə hərəkətlərə, elə eləyirsən ki, tək qalırsan. Hə, ya da ki, nə bilim də, birdən mənə atarlar qorxum var deyə başlayırsan hamıya atmağa ki, təki mənə atmasınlar. Birdən mənə xəyanət eləyərlər qorxusu ilə başlayırsan xəyanət eləməyə filan. Yəni düz təkcə neqativ deyil bu qorxularla atılan addımlar, amma həm də elə bil ki, səni qorxuların yönətir də. Sən qorxularınla, yəni sən azad arzularınla pozitiv deyil də, sənin içindəki məsələn də ölmək qorxun var deyə tutaq ki, heç vaxt uçmursan ki, birdən uçaram və başıma bir iş gələr. Elə adamlar var Zosiya ki, yəni heç ara uçmur çünki qorxur ki, başına bir şey gələcək. Yəni nə bilim bir ölkəyə köçmədən yoxlayır ki, o ölkədə tektonikmidir, nə bilim nə varmı, bomba partlayırmı filan. Ancaq neqativə və bütün həyat addımlarını qorxulara yönətir. Bir də var ki, sənin həyatını arzuların yönətsin. Sən hansısan? Mənim yəni məqsədim odur ki, o insan olum. İndi bilmirəm hansıyam. Deeply gərək onu özündə araşdırasan ki, qorxularım. Sən dedikcə mən çalışıram, fikirləşim bu barədə və düşünürəm ki, qorxularımla atdığım addımlar olub gənc yaşlarımda. Məsələn, mən konservatoriyaya getmədim çünki mən qorxurdum nədən ki, допустим, nə bilim, yetərincə demirəm, konservatoriyanı bitirənlər yetərincə ağıllı deyil və yaxud nəsə deyil. Amma məndə o qorxu var idi ki, özümə bir iş tapa bilməyəcəm, karyera qura bilməyəcəm. O qorxu var idi ki məndə. Mən musiqi məktəbində gedib müəllimə işləyəcəm bir stereotipi var idi məndə ki, halbuki o illər sonra çox dəyişdi və mən konservatoriyada çıxan çox yetenəkli, indi hal-hazırda nə gözəl işlər görən insanlar görəm Azərbaycanda. Amma mən konservatoriyaya getmədim o qorxu ilə ki, məndən bir bok olmayacaq. Mən universitetə getməliyəm, mən təhsil almalıyam ki, məndən bir bok olsun. Konfet olsun səndən. Məndən bir şey olsun. Bax, o addımı mən qorxumla idarə olunub atmışam. Qorxumla idarə olunub başqa addımlar da atmışam. İndi düşündükcə yadıma düşür. Yes. Amma yəqin ki, bir yaşdan sonra bizim gəlib çatacağımız ən ideal nöqtəmiz, yəni hamımızın da, Zosilər, izləyənlər və biz olaraq odur ki, yəni sənin qarşıya qoyacağın planları üçün atacağın addımlarında məqsəd, yəni o an bir reality check eləmək lazımdır hamımız üçün ki, mən bunu qorxumdan mı eləyirəm? Nə üçün eləyirəm mən bunu? İçimdən bunu istədiyim üçün mü eləyirəm? O çox önəmli, belə çox xoşum gəldi onu, bilmirəm hansısa bir hissədə
heç vaxt bunu düşünməmişdim. Mən elə çatmamışam ora. Yəni bugünə kimi onu düşünməmişdim və mən aydınlandım ki, hansıdır görəsən məni idarə edən bəs. Amma indi düşünəndə deyə bilərəm ki, mən bilirsiniz ən böyük qorxum nədir? Nədir o sənin ən böyük qorxun? Kasıb ölmək. O qədər şirin qorxularım var ki, o qədər belə şirin-şirindir. Yəni söz tapa bilmədim. I swear to God. Mənim Bu sənin real qorxundur. Yes. Kasıb ölmək. Ya insan ağlına gəlməz ki, belə bir cümlə eşitməmişəm. Kasıb ölmək. Yəni da yaşlanmaq və məsələn zəngin olmamaq mənim üçün çox böyük qorxudur. Mən ondan çox qorxuram. Sənin qorxuların deyil. Niyə mən ondan qorxuram, onu da bilmirəm. Like əlim ayağım düz, I'm really good, I'm doing good stuff. Yəni I have nothing to worry about. Bilirəm ki, everything is gonna be fine. Bəs onun görəsən o şey nöqtəsi də, fundamenti nədir o qorxunun sənin? Hansısa bir həyatdan gördüyün kimsə kasıb ölür. Ümumiyyətlə mən kasıblıqdan qorxuram. Pulsuzluq qorxun, maddi sıxıntı qorxun var. Mən bilmirəm, bəlkə mən Taurus olduğum üçün belə. 100% elə var onun bir təsiri. Mənim üçün materialni izbıtıqın çox böyük önəmi var. Yəni o mənim üçün komfortdur. O mənim üçün hər şeydir. Hər şey deməyim, çox şeydir amma. Yes. Və bayaq danışırdım, dedim onu da deməyim, nəm gətirərəm, amma yəni yox. Everything is gonna be fine bilirəm. Amma o anxiety gələndə özümü niyəsə qoca yaşında homeless görürəm. Zosin, səndə niyə var qorxu? Çox maraqlıdır mənə. Mən niyə özümü anxiety gələndə... Imposter sindromudur bu. Why is it happening? I don't know. Yəni elə bir tanışın, qohumun, əqraban yoxdur. Vapşe. Sən niyə homeless olasan? Nədir səndə o düşüncəni? Bilmirəm, Zosi. Bilmirəm. Hardan gəlir bilmirəm. Nədən etkilənmişəm bilmirəm. Bir şeydən. Bilirsiniz, mən Amerikada gördüyüm qədər homeless insan ümumiyyətlə heç harda görməmişdim. Və belə şeylərdə çox həssas olduğum üçün və empat olduğum üçün o an niyəsə həmişə başlayıram belə beynimdə ssenari qurmağa Məndə də ki, bu ola bilər. Yox, yəqin ki bu insanın çox normal hansısa dönəmə qədər həyatı olubdu. Mən ümumiyyətlə o şeydən, həyatın o fragile olmağından, yəni olmasına çox inanıram və heç kim heç nədən zastraxovnu deyil və yəni ki baxırsan ki kimsə gedir, допустим, homeless olur, amma bundan əvvəl də normal həyatı olub da. Məsələn, çox travmatik bir şey yaşayır və gedir nə bilim, başını itirir. 100 dənə şey baş verə bilər də, insanıq. Mənə baş verməsin amma. Mənim əvvəllər, sən indi deyəndə yadıma düşdü ki, mənim qorxum nə idi? Əvvəllər olan. Başımı itirmək deyəndə mənim qorxum var idi ki, bir gün dəli olacaqsan. Dəlixana pisdə çıxır. Yəni bir gün mental No, I know, I see what you mean. Ona əvvəl qorxurdum, indi heç qorxmuram. Çünki o adamın kafasını yaşamaq istəyirəm. Adamın sıfırda dünya ilə connection uçur. Yəni indi məsələn başa düşürəm ki, çox məntiqsiz bir qorxu imiş, başa düşdün. Əvvəl deyirdim ki, hər şeyə okeyəm də, nə bilim, qolumu itirim, gözümü itirim, dilimi itirim. Bir dənə beynimi itirməyim, çünki bu mənim ən özümdə sevdiyim şeydir də. İndi başa düşürəm ki, ən rahat adam mental adamdır ki, yəni heç bir worry'si qalmır artıq. Başa düşdün, həyatla bağlı ya da məsələn Alzheimer-da deyək ki, məsələn düz deyək, ətrafına, yaxınlarına böyük bir əziyyətdir. Yəni heç kəsə arzulamıram, çağırmıram da, yəni ki, belə xəstəlikdir. Amma bir yandan da baxıram ki, həyatın son 3 ilini kayıfda yaşayıram. Elə bir haysan da. Elə deyil amma Zosi. Bilirəm, elə deyil Zosi. Mənim 2 nənəmin ikisi də Alzheimer olubdu. Və onların düz deyə onun çox şirin tərəfi də olurdu. Nə qədər çətin period olsa da və ikisi ilə də fərqli yaşamışıq bunu. İkinci nənəm mən burada olanda oldu Alzheimer. Onun
bəzi çox funny momentlərini mən videolarda görürdüm. Amma yəni elə bir uşaq bəsləyirsən də, təbii ki, indi ağır keçirdən var, belə keçirdən var, elə keçirdən var. Bunu ümumiləşdirmirəm. Hamı fərqli onu experience eləyir. Əlbəttə, mən bunu heç romantikləşdirmirəm. Səhv anlaşılmasın. No, amma mən bunu romantikləşdirə bilirəm, experience eləmiş insan kimi. Yəni ki, o tərəfi də bir insan özü üçün, yəni çox egoist bir yerdən düşünürəm ki, yəni o yaşlarda da belə elə bilim 15 yaşım var və o belə yaxşı yaşayım da sonra Nənə belə maraqlı şeylər deyirdi, durduq yerə. That's funny. Çox şirin gəlirdi. Bir dənə Alzheimerlə bağlı Türk serialı Şahsiyyət baxmayan varsa, bəlkə də çoxunuz baxmısınız. Yəni məsələn oradan da mən o Alzheimersa elə Alzheimer yəni ki, adamı, amma təbii ki də yəni istəmirəm belə pis şeyləri çağıraq. Prosta qorxularımızdan danışmışkən. Bu arada statistik göstəricilərə görə bizim nəsildə çox böyük əksəriyyət insan Alzheimerdən əziyyət çəkəcək. İsveçrə bilim adamları belə deyir. Eminə millenniallar üçün, yoxsa Gen Z üçün və bizdən sonra gələn hamı üçün. We are included. Mən onu bu TikTok nəsli üçün eşitmişdim. Yəni teenage illərindən onların. Amma bilmirik də, onlar da yaş, bilim adamı hələ 13 yaşında uşağı nə bilir. Get işinlə məşğul. Vəbşi bu haqqda da bəlkə biraz danışaq Zosi. Düzdür, bu mövzu yox idi ağlımızda. Bu hiper sağlamlıq və yaxud hiper yeni trendlər, avokadocular. Hə, ay, bunu deyəndə bir sizin yadıma düşür. Ki biz ikimiz də avokado ölürük ya. Bunu deyəndə bir sizin yadıma düşür. Universitet sözləri yeyirəm danışanda. Universitet illərində oxuyurdum. Universitet illərində oxuyurdum. Grass is green, yox, green is grass. Universitetdə oxuduğum illər idi və bir video qabağıma çıxmışdı. Bəlkə bir çoxlarınızın da çıxıb qabağına. Bir Amerikan reklamı idi. Nəyin reklamı idi dəqiq olaraq yadımda deyil, amma nədən ibarət idi? Bir kişidir, oturub məsələn nə bilim yumurta yeyir və birdən belə qapını bir dənə qadın açır, girir, deyir ki, no, it's really bad for your health. Bunu yeməməlisən. Bunu biz artıq belə qərara gəldik ki, yumurta yemək olmaz, təzə trenddir. Kişi belə qoyur qırağa, belə götürür cereal, südünü tökür, birdən qapı açılır. Yox, artıq yeni trenddir, süd içmək olmaz, süd insanın sağlamlığına ziyandır. Nəysə, qapını təzədən örtür. Kişi nə bilim, whatever, nəsə çıxardır, təzədən nəsə qoyur qabağına. Qadın deyir, yox, əslində sən gündə 3 dənə yumurta yeməlisən, 3 dənə yumurta insanın sağlığına çox xeyirdir. Və bu əslində o trendlərin, bilmirəm kimdən gəlir, hardan gəlir, araşdırmırlar, sən demiş o psevdo nələrsə, gəlirlər gündə bir avaz çalırlar bizə ki, bunu olar, bunu olmaz. Nə bilim, indi gəliblər o qərara ki, yumurta yemək lazımdır, gündə 2 dənə. Mən özüm üçün o qərara gəldim ki, son illərin bütün bu, mən də təbii ki, bura ilk köçəndə, bir də bura köçəndə belə həvəslənirsən də, hər şey təzə, nə bilim, dragon fruit çıxıb, o nə bu çıxıb. Nə bilim, super foodlar, chia toxumları, olar bu chia, zibil kimi olur, su tökürsən. Nəysə də, hamısından keçmişəm, yəni deyə bilmərəm ki, əgər siz o nöqtədəsə sizi tənqid eləməm, özüm də onların hamısını eləmişəm. İndi gəldiyim nöqtə odur ki, mənim nənəm və babamın rasionunda olan şeylər nədirsə, mən onlaram, yəni. Məsələn, süd elementarda, süd çox pislənir də, indi whole milk filan və çıxıb milyon dənə şey, badəmin südü, yulafın südü, onun hamısını içmişəm, hamısını içəndə özümü belə şey istəyirəm, trendlər. Sonra gedib onun arxasını oxuyuram. Mən baxıram ki, mən nə içmişəm, mən bir il bunu mu içmişəm? Halbuki o süd mənim bütün dədə-babalarım, bütün 7 nəsil hamısı içib və həyatında da... Süd yeganə şeydir ki, mən qəbul eləmirəm ümumiyyətlə. Yəni ancaq oat milk içirəm. İndi sən dedin gedib gərək arxasını oxuyum. Amma onun da səbəbi laktoz intolerant. Mən ona görə içmirdim. Mən elə bilirdim ki, deyirlər bu trenddirsə, deməli bunlar bilir. Mən də bunların dediyini eləyim kimi. Və yaxud o chia toxumları, bunlar alırdım. Evdə doludur da. Nəyin toxumu istəyirsən, Zosi var da. Məndə də Zosi. Həvəsə gəlib karşılarımı qatırdım. Amma sonra da baxırsan ki, yəni mən o sonradan çıxan, bizə marketinq yolu ilə bu çox sağlamdır deyə deyilən şeylərə inanacağıma, mən yoxlanılan, əvvəldən yeyilib və nə bilim, məsələn də nənəm maşallah 87 yaşındadır, babam nə bilim
100 yaşına kimi yaş. Onlar nə yeyibsə elə oradan o tərəfə çox getməməyə çalışıram həyatımda. Yox, mənə elə gəlir ki, ümumiyyətlə insan gərək öz bədənini tanısın. Və genetik ratsion da çox önəmli bir şeydir. O da önəmlidir. Bizim ağız dadımız var. Ay sağ ol. Ona da inanıram. Düzdür, burada indi biz hər şey yeyirik. Spicy, Asian, o bu, yəni o ayrı. Amma ona qatılıram ki, o bədənimizin toleransı başdan nəyə? Mən burada niyə süd içə bilmirəm? Çünki mən Azərbaycanda ürəyim gedirdi süd üçün. Və biz həmişə o kənddən gələn süddən içirdik də, yəni bildiyin orqanik, həmişə belə ən yaxşı süd olurdu bizdə. Və mən burada gəlib süd içəndə mənim bədənim onu qəbul eləmədi. Çox pis təsir elədi mənə. Olur, o yaşla belə olan bir şeydir ki, bir yaşdan sonra nəyəsə tolerans azalır. Yes, laktoza specifically bir çox insanlarda azalır. Amma məsələn laktoz free inək südü də var. O da olmur səndə? Yox, heç onu içmirəm. Ümumiyyətlə süd içmirəm. Mən evdə ancaq americano içirəm. Oat milk latte-ni mən ancaq bayırdan alıram. Evdə özüm eləmirəm. Südü də mən ancaq oat milk latte-də işlədirəm. Başa düşdüm. Məsələn, eyni şəkildə də tutaq ki, yağlı, biz niyə yemək mövzularına gedək? Acıdı-mı? Olsaydı yeyərdim. Girmişik belə şey mövzularına. Amma qatılıram ki, Zosi, hər ağızdan bir şey çıxır. Başa düşdüm. O trendlərə uyub, ay bunu da belə eləmək lazımdır. It's too much. Onların axırı biraz gedib çıxır şeyə, yəni ki, baxırsan ki, o mənə daha çox riski gəlir ki, məsələn, 2 ildir çıxan bir produktu mən öz rasionuma soxum. Nə ağlımda, nə ağlı olmalıdır ki, nəinki 500 il rasionda olan bir şey. Yəni artıq mən o şeylərə çox uymamağa çalışıram və ondan sonra görürəm ki, çox daha yaxşı hiss edirəm özümü. Sərxan maması Zosi illərlə kərə yağı ümumiyyətlə istifadə eləməyib. Ki bu ziyandır. O vaxtı çünki trend idi ki, xolesterol, o bu olmaz istifadə eləmək. İndi deyir ki, nabarot lazımdır. Əslində yağı çox xeyirdir. Çox lazımdır. İndi başa düşür ki, indi düzdür olar. Orada sağlıq falan şey də var idi, işisi vardı. Ona görə onlar rasiondan çıxartmışlar. Amma deyir, yəni lazımdır. Kaş mən o vaxtı deyir, illərdə işlətmirdim, gərək işlədərdim. Ona görə hər gün çıxan bir trenddə görə rasion dəyişməyir. Progressivlik bəzən də bizi dədə-baba adətlərimizə qaytaran şey olur. I agree. Bizə bir sual daha gəlib. Nurana Albanzadə 1946-dan. Salam, epizodları dinlədim, amma ilk dəfə komment yazıram. Bu arada çox sağ olun. Başqalarından gözləntiləri çox yüksək olub, hər şeyi kritisiz edən, amma özü neynədiyi haqqında bir fikri olmayan, məsuliyyət götürməyən insanlar haqqında danışmaq istərdinizmi? Çox istərdik. Ən sevdiyimiz. Qoy bir dənə proses eləyim sualı. Başqalarını tənqid edir. Başqalarından gözləntiləri çox yüksək olub. Hər şeyi kritisiz, hər şeyi bəyənmir, hər şeyi kritisiz edir başqalarında. Ən hasanda odur da Zosi. Amma özü neynədiyi haqqında bir fikir olmayan, məsuliyyət götürməyən insanlar haqqında danışmaq. Yes. Mənə elə gəlir ki, ümumiyyətlə həyatda müşahidəçi olmaq action eləyən adam olmaqdan daha asandır. Yəni mən sənin həyatına oturub qıraqdan belə baxa bilərəm. Zosi bunu səhv elədi. Zosi burada daha düzgün eləyə bilər. Amma öz həyatımda heç bir action eləməyə bilərəm. Çünki baxıram burada mənimki passiv münasibətdir də o. Yəni nəyəsə. Ümumiyyətlə o insanlar hansılar ki, başqalarını kritisiz edir, halbuki yəni o insanlar kritisiz olunan insanlar nəsə eləyir, amma o kritikanı eləyən insan heç bir şey eləmir. Mən bunu çox görmüşəm və mən düşünürəm ki, bu nəyinsə kompleksidir o insanlar yaşayırlar bir çox situasiyada. Bunu görmüşəm bəzi insanlarda ki, özü onu eləyə bilmir deyənə və kimsə də onu eləyir. Əslində o da içində istəyir onu eləməyi bəlkə, amma özündə o hiss, o cəsarətimi ya nəysə whatever da 100 dənə şey ola bilər. Qorxuları. Qorxuları ola bilər. Hər nə ola bilər. Biz o insanın beyninin içində deyilik deyə bilmərik. Amma o hansısa bir səbəbdən onu eləmir və içində qəbul eləmək istəmir ki, ayda mən də istəyərdim eləməyi, amma mən bunu eləyə bilmirəm. Ona daha rahatdır ki, o an sənin də elədiyin bir şeyi aşağı salsın kritikası ilə.
Yəni ki, mən onu çox görmüşəm və onlara sağlıq diləyirəm. İnanırsan Zosi, tam bugün, bu sual haçan gəlib bilmirəm, amma bugün səhər... Bir gün əvvəl deyəsən gəlib. Bugün səhər deyəsən, dostum mənə bir dənə reel göndərib. Shadow projection haqqında. O insanlar üçün imiş bu termin. Tam böyle üst-üstə gəldi. Ki, öz hərəkətlərini, özünü mühakimə etməkdən o qədər qorxur ki bu adam. Ona həmişə lazımdır ki, targetində tənqid edəcək, bəyənməyəcək insanlar olsun ki, birdən onlar olmasa, bütün oxlar özünə düşəcək və o başlayacaq özündə minus görməyə. Və ona hazır deyil, o istəmir özündəki minusları görməyə. Ona görə üzünü belə çevirib xalqa, onu tənqid edir, bunda nəsə gör, bunu... Elə insanlar var Zosi, dəhşət çox var elə tanıdığım heç insanlarda. Heç vaxt bu açıdan düşünməmişdim. Çünki sən bir Jung deyilsən. Shadow kölgələmə proyeksiyası deyirlərmiş buna ki. Amma mən inanmıram ki, onu eləyən bütün insanlar bu dərinlikdə... Dərinlikdə öyle o. Yəni ki, o... İçində bir qorxu var ki, birdən target... Amma məncə onlar o qədər önəmli deyirlər ki, onların... Yəni ki, no one is gonna notice. Kto? Təbii ki, onları yəni bu projectionlar olmasa, onları yenə heç kim görməyəcək. Anlamadım. Yəni sən demirsən ki, o insanlar qorxurlar ki, oxlar onlara yönələcək. Ona görə özü qorxur. Özünün fərqinə varır. Öz minuslarını görməyə başlayacaq. Özü özünə oxlar başlayacaq. Çünki başa düşdün, elə bil ki, ətrafında 3 nəfər ki, onları tənqid eləyərək öz minuslarını görməyə bilir də, başa düşdün. Onun targeti sənsən. Amma birdən sən olmasan, tək qalacaq özü ilə, güzgü ilə. Now I see what you mean. Başqa heç bir şey yoxdur və deyəcək, mən bunu yanlış eləmişəm. Və o həmişə, elə adamlar məsələn çox sosial olur, həmişə ətrafında çoxlu adam ki, onları belə minuslarına görə rahatlayır da ki, onda bu minus var, bunda minus var. Gecə rahat yata bilir. Amma o ətrafında o minus... Ümumiyyətlə, hər şeydə minus görən insanlar, o deyir, insan özü içində nədirsə, ətrafını da elə görür. Yəni, o tam bir odur. Özünü mirror eləyir də, o başqalarında da, əksində də özünü görür əslində. O insanı görmür, ona görə o minusları görür. Çünki o minusları özündə görür. Amma biz də bunu edirikmi? Oxları öz üzərimizə çəksək. Mən elə gəlir ki, mən öz adıma deyə bilərəm ki, mən... Denər. Çox ola bilər ki, elə ağlım, yəni həmişə ki, elə yaxşı məsləhət verin başqasının situasiyasına. Çünki mən onu ancaq uzaqdan müşahidə eləyirəm, analizimi eləyirəm və deyirəm ki, burada belə elə. Özümə gələndə artıq hərəkətə mən keçməliyəm axı. Sıfır. Action 0. Amma başqasına məsləhət vermək əla. Fərasət, yes. Özümə gələndə yoxdur. Mənə elə gəlir, məndə də var o bir levelda. Amma bu səndə negativ oynamır da. Negativ oynamır bu. Səndə özünə qarşı negativ oynayır. Amma sən başqasına baxıb yəni demirsən də, buna da baxır, bu da belədir. Görəsən eləmirik. Eləyirik. We judge. Heç kəsi bəyənməmək. We judge. Odur da yəqin. Bəlkə də elə öz minuslarımızı postpone eləyirik görməyi. Bunda da mən məsələn, ola bilər ki, hansısa bir insana baxım, tanımamışam, səsini belə eşitməmişəm və belə uyuz olum, hansısa belə yüksək leveldə deyim, o çox pis insandır. Mühakimədə, tanımadan etmədən. Amma bunu özüm üçün eləyirəm də. Bir də bu, yəni, həmin o insana heç bir ziyanı yoxdur. Özünə məsələn, heç kim gedib demərəm düppədüz ki, sən də beləsən, məsələn. Görəsən, bu kommentdə konkret ona publicly fikir bildirmək kimi deyir, xanım. Necə? Başqalarından gözləntiləri çox yüksək olub, hər şeyi kritisize edən. Hətta yəqin ki, xanım nəzərdə tutur ki, kritisize edən, yəni publicly, açıq aydın kritisize edən. Ümumiyyətlə, bizim mədəniyyətdə var belə, şikayət mədəniyyəti bizdə yüksəkdir. Tənqid eləmək, şikayət eləmək. Elə bil ki, məsələn, İtalyanlarda bu dəhşət çoxdur. Temperlarımız o temperimiz bizim olaraq bəlkə ancaq elə deyin. Avtobusa minirdim İtaliyada, 50 dəqiqə gedirəm də, 50 dəqiqə
hamı danışır. Heç kəs susmur və hamı qışqırır və hamı deyinir də. Yəni üzündən zaddan başa düşürsən ki, ancaq həyat belə həyat. O da bəlkə də hansı bir coping mexanizmidir. Bizim xalqda da var o belə ki, durmadan şikayət eləmək, durmadan hər şey pisdir, o pisdir, bu pisdir. Deyə bəlkə də yaxşı yaşayırlar əslində. Kstati, that's the case. Hə. Onu da çox görmüşəm. Onu da çox görmüşük. Azərbaycanda ağlamaq şeyi var. Gəlir ağlayır, ay pul yoxdur, iş yoxdur, elə çətindir, belə çətindir. Bir də baxırsan, ev aldı. Ən çox da onlar eləyir. O şikayət eləyən adamlar. Niyə onu eləyirlər ki? Mən həqiqətən başa düşmək istəyirəm ki, bu belə işləyir. Bəlkə biz də başlayaq ağlamağa. Mən də tam tərsinə inanıram ki, materiallaşır. Amma ev olar alırıq. Amma ev olar alır. Mən də elə Peter Pan kimi uçuram. Evlər də gedir, marketdən çıxır. I swear to God, gündə qiymət artır, faiz artır. Mən də o görsən, yəni ki, yenə də gəldi, çıxdıq vizyonsuzluq. Biz də başqalarını kritizə eləyirik. O ağlayır, bu belədir, o elədir. Özümüz də bir bok deyilik sonuçta. Onlar necə olmazsa altlarında evləri var. Maşınları. I don't know. Amma mən çox şey oluram, razdrajasiya oluram. Kimsə gəlir mənə durmadan şikayət eləyir. Ayda bəsdir də. Yəni ki, tamam, çox yaxın dostlarım, rəfiqələrimlə falan otururuq. Bu sağ əlim qaşınır, pul gələcək, gedəcək. Kaş bilsəydim. 10 milyon gəlir deyəsən, yoldadır. Nə deyirdim? Şey deyirdim. Yəni mənim birinci dərəcəli qohum əqrabalarım və podruqalarım, yaxın podruqalarım çıxmaq şərti ilə kimsə gəlir mənə belə ağlayır. Ay, orada da bu belədir bu. Mən elə uyuz oluram ondan. Mən də heç şikayət sevmirəm. Niyə gəlirsən o ahıvı, mamam deyirəm, gəldi ahını tökdü getdi. Niyə gəlib ahıvı tökürsən, negativi tökürsən, gedirsən? Yəni ki, mən məsələn bir rəfiqəm özü bilir. O çox şikayət eləyən insandır, durmadan. Amma özü də bilir bunu və o deyir ki, mən elə kop eləyirəm, yəni ki, ona kömək eləyir. Mən də ona deyirəm ki, olmaz, eləmə bunu da. Yəni ki, şikayət elədikcə yadıva ancaq o pis şeylər qaldıqca və bir dənə təzə askeza tapmışam, onu sənə də göndərdim, ona da göndərdim. O da deyir ki, bəlkə gəlin hamımız bir yerdə kollektiv askeza eləyək. Mənə nə vaxt göndərmisən? Nə bilim, reel olaraq bəlkə də atmışam. Askezalar reeli belə. Təzə bir dənə askezamız var. Bu həftə zosilər olaraq hamımız bir yerdə. Bir həftə şikayət eləmirik. Görək həyatımızda nə dəyişir. Bir həftə heç nədən, negativ heç bir şey. Evdə də heç nəyə şikayət eləmirik və özümüz, yəni dilimizə şikayət deyəsən çox gəlir. Nə danışsa, mən heç şikayət eləmədən olmaz. Bayaq deyirəm, uyuz oluram şikayət eləyən adamlara. Yox, başqaları gəlib mənə şikayət eləyəndə uyuz oluram. Sən də şikayət eləmədə bir həftə. Mən başqalarından yaxşı, oyda, çətin məsələdir. Bir həftə özünə söz ver ki, ağzıma. 3 gün eləyək. 3 günlə başlayaq. Dilimə almayacaq. Şikayətlə başlayan bir tane cümlə almıram. Heç bir şey başa düşdün. Ay da bugün çox yoruldum belə şikayətdir. Mən bugün səni görən kimi ilk onu dedim. Mən də onu, mən iş günümdə mən durmadan onu deyirəm ki, ay öldüm, bitdim. Başa düşdün. Heç bir həftə gəl eləməyək də. Görək həyatımızda, bəlkə doğrudan həyatımızda nəsə belə pozitivə dəyişdi. Məsələn, bu andan etibarən buludlar açıldı və biz biraz daha belə şey olduq da. Biraz da aydınlanacaq. O da bir şey olmur yəni Zosi. Amma fan olar. Yəni Zosilər üçün də bizim üçün bir praktik olar ki, hər həftə yeni bir askeza edirik. Davay. Mənim ən böyük qorxum olan mental klinikaya hamımız bir yerdə sıraya mən də aparasan özünlə. Axırda o homeless olacam deyəsən. Sən dəlixana, mən homeless. Bu epizodu məncə belə bitirək. Çünki bu bizim son nöqtəmiz öncə bu ola bilər. Amma askezaya başlayırıq. Amma bu askezanı gəlin bir həftə eləyək və sonra bir həftə sonra hamımız update yazaq ki, o həftədə hansı bir aydınlanma, hansı bir insight aldıq o həftə məsələn. Tamam. Sağ olun. Bizə abunə olun.
Yenə açılışı eləyə bilmədilər. O düzgün zamanda, düzgün yerdə olub və o fürsəti dəyərləndirib. İşte o ağıldırmı? O yəqin ki, fərasətdir. Fərasətdir. Normal insanı elə situasiya çirkinləşdirməz. İçində o potensial varsa çirkinləşirsən. Kitabdır. Sizə də maraqlı olsa, Pelevin sevən varsa ya da çox gözəldir dili. Müasir rus ədəbiyyatından bir şey oxumaq istəyirsinizsə. Mən də deyərəm, amma bağır məbləğə. Mən o teoriyaya inanmıram. It's a bullshit. Honestly, məşğul olmaq istəyirəm. Görsən var da, direkt çıxdı. 2 saniyə düşündü. Bullshit. İnanmıram deyim. 2 saniyə çıxdı. Məşğul. Mən istəyirəm heç olmasa 1 il iş nədir düşünməyim. Əlimizə hazır bir ssenari vermişdilər, həyat ssenarisi və deyirlər ki, bu budur yəni, ancaq belə oynayacaqsınız. Ya gələcəyin anxiety-sini yaşayıram, ya keçmişin anxiety-sini yaşayıram ki, ayda orada onu belə yox, belə eləsəydim, indi belə yox, belə olardı. O düşüncələr biraz mənim beynimi yandırdı ondan sonra və məndə ondan sonra başladı nə? Peter Pan sindromu. Çox böyük önəmi var. Yəni o mənim üçün komfortdur. O mənim üçün hər şeydir. Hər şey deməyim, çox şeydir amma. Kimə atım qabağa düşüm. Elə deyim var. Yəni o bizim Kimə atım qabağa düşüm. Cultural backgroundumuz odur. Kimə atım qabağa düşüm.